Təmirin başlanğıcından danışaq, epizoda. Mən danışmağa pərgərəm, yəni ki, səhərəcə sənə söhbət edim. Günlərdə olan elə belə mənzillərdən danışaq da. O konstruksiya sadəcə həyət evi, böyük tikililərə aid. Adam Yox, onu orada yüngül şeyləri qeydə ala bilər, amma mənzillərdən danışaq. Əsas bu da. Hansı mikrofon işləmir? önemli daha çok menzil. Okeydə getdik. Giriş elə də sonunda. Həyət evi. Yaxşı, mütəxəssislər sual verir. Başlayaq da. Başlayaq. Nədən başlayaq? İlk növbədə bütün izləyicilərimizi salamlayırıq. Bu günləri layihəmizin, verilişimizin ilk buraxılışını çəkirik. Düşünürəm ki, bu podkast tipli bir şeydir haradasa. Daha səmimi, daha qayda və qanun üstündə gedən söhbətləri mənə elə gəlir ki, bütün vətəndaşlara tam izahlı formada açıqlayacağıq. Amma bugünkü günün ən vacib problemindən danışmaq lazım. Bugün birinci veriliş Özü bizim verilişimizin adını da bilmirik. Bilmirik. Podkastımızın adı... Məncə, bax, ideya gəldi. İzləyicilər bu videonu axıracan baxandan sonra orada öz fikirlərini bildirsinlər. Biz də onların arasından seçək. Bu verilişdə alınmasa gələn verilişdə nəsə seçək. İzləyicilər, sizə buraxırıq bu işi. Adama açarı verdilər ki, xeyirli olsun. Girir içəri, ilkin olaraq nədən başlayır? Nə etməlidir? Dizaynla başlamalıdır təbii ki. İndi orada arada belə bir şey var ki, mühəndis işləri var da. Elektrikanı çox vaxt dizayner həll eləyir, harada nə yerləşəcəklə olur da. Yəni orada o qədər çətin bir şey yoxdur, onu elektrik özü həll eləyir, amma orada havalandırma olacaqsa, fan coil sistemi olacaqsa, orada mühəndis işləməlidir. İstilik sistemini də yaxşı olar ki, mühəndis hesablasın. İstilik sistemi, kanalizasiya, su təchizatı, onu bizdə eləmirlər qısacalığını, çünki o əlavə xərc kimi baxırlar ona. Yəni buraxırlar ustanın deməli, yəni ustaya buraxırlar bu məsələni. Usta da indi bəxtinə yaxşı usta düşərsə, okey. Amma düşməyərsə problem eyni qədərdir. Yəni orada problemlər çox olur. Dizaynerdən sonra da memar onun çertuj tərəflərini işləyir. Mənim fikrimcə bir dizayner, interior dizayner oturub ölçülərlə nəyi necə, nə cür tikməlidir, harda tikinti olmalıdır. Onlarla maraqlanmamalıdır. Onunla artıq memarlıq tərəfi maraqlanmalıdır. Yəni mənzildə məncə memara nə ehtiyacı var? Mən bildiyim qədər, çünki çertuj işləri memarın üzərinə düşən işdir. Universitetdə də zaten bu qayda bu cürə gedir. Dizayner fakültəsi var, memarlıq fakültəsi var. Memarlıq fakültəsində sırf planların üzərində işlər gedir, sonradan növbəti olaraq otaq bölgüləri və s. konstruksiya və s. memarlıq düşən sahədir. Sonra dizayn sadəcə orada deyək ki, lipqadır, rənglərdir, mebelin yerləşməsi, işıqlandırma və s. Dizayn işi də görüntü olaraq. Yəni dizaynerin işi əsasən rəssamlıqdan keçir. Yəni rənglərdən, görüntüdən keçir. Amma bu bizdə tərsinədir. Bizdə bütün işləri dizayn edir. 12 manata boşun ot idi o dizayn edir. Yox, 12 manata yox. Yəni studiyalar var, bəlkədən studiyalar var ki, deyir ki, məsəl üçün kollektor qoyulub, amma yerində yazırlar da. Yəni bizə onun işi deyil o. Ondan da onu tələb edirlər. Yazır kollektor burada, amma ki, mütəxəssislə razılaşdırılsın. Yəni üstündən atdı. Amma yazmışam. Yəni ya da yazır ki, isidilən döşəmə şərti olaraq. Yəni orada ara məsafəsi nə olacaq, izolyasiya nə olacaq, trubası necə olacaq, nə olacaq? Əvvəlcə orada mütəxəssislə razılaşdırılsın. Okey, mütəxəssis kimdir? Mütəxəssis də usta. Başlayırsan, yaxşı usta olsa, okey, yaxşıdır. Pis usta olsa, yaxşı usta. Yolka yıxıldı. Yaxşı usta nə söhbət? Yaxşı usta da yaxşı olmalı deyil. Yaxşı olmalı usta. Bizdə bir dənə şey var ki, elə bil ki, usta bir sənəcədir. Elə bil ki, düşünürsən ki, axırıncı yolda heç nə əlindən gəlmirsə, mən usta olacam da, vəsə. Ona görə bu günə düşürdüm. Yəni düşünsən, hamı dolanmalıdır, hamı nə bilim qazanmalıdır, yəni ailəsini dolandırmalıdır. Heç nə bacarmırsansa gələrsən usta olursan. Amma belə deyil də, yəni bu. Məncə ikimizə məsuliyyətdir. Böyük bir məsuliyyətdir, əlbəttə. Bir dəfə biz tədbirdə var idi, həmişə o yadıma düşürmə. Nəsə orada spor gedirdi, seminar idi. Qayıtdı ki, bəlkə usta onu bilmir. Orada da bir dostumuz vardı, Zavur. Zavur, salam. O dedi ki, hamıya da salam. Vermişdən fürsətdə istifadə olaraq. Mən sədərəkli zaten. Buradan son qayda satılmazlar. O qayda deyir ki, yəni bu ustadırsa, bu sahədə işləyirsə, onun
Yəni bilməmək kimi haqqı yoxdur da, bilməlisən. Yəni nəsə nadan moment bilməyə bilərsən, amma sabah geyib onu ya gecə geyib evdə internet var və s. araşdırıb öyrənməlisən və bilməlisən. Zaviali pomidor. Milwaukee hazırlığıdır görsən. Yəni Ya hazır termosuna. mənim çox maraqlı. Amma bizim sayımız yox. Sizdən Hansı olana yap görə? olacaq. Bütün işlərə yeri gəlmişkən özünüz baxın, bizim mikrofonları hələ görməyiblər də izləyicilər. Burada belə maraqlı mikrofonlarımız var. Hə, o bunlar bir-birlərini göstərir. Ümid edirəm ki, səsi yaxşı olacaq. Sən hələ kameradan danışır. Əslində podkast studiyalarda hər toçkada bir dənə kamera dayanır da. Bizdə o toçkaların yerinə Murad dayanır insanların da. Oradan buradan kadr götürür ki, video montaj eləyəndə orada Murad'ı salam deyir. 5 dənə kamera. Buradan Murad'ı salamlar. Qonşu otağa. Sualım var. Misal üçün dediniz, onu mən demək istəyirəm, rus qabaqladınız. Misal dizaynerlə bir yerdə girməlidir usta əslində ora. Misal üçün dizayner çerçoju verib də, misal buradan bu gedəcək, buradan bu gedəcək. Amma əslində o sizin işinizi bilmir də. Yəni buradan turba getməlidir, oradan sonra qazan getməlidir, nəsə belə bir şeylər. Çerçoj təzədən mi dəyişilir orada dizaynında, yoxsa uyğunlaşır? Mən bildiyim qədər çox vaxt dəyişir. O yerində həll olacaq bir Onu mən layihədə də Hə, sonra trabzat istəyir misal üçün. Dedim gəlin bunlar ləğv eləyək də. İtaliyaya heç kəs sual verməz. Qavazadan. Kondisioner ustaları var, havalandırma ustaları var, nə bilim bu bütün onlar. Bəs mən onun üçün dedim ki, orada memar ona görə işləməlidir. O bütün mühəndisi xəttləri o bilir. Nəyi, necə, nə var, nə yox. Və düşünürəm ki, Yeri gəlmişkən sənə video atdım dünən obyektdən. O obyekti mütləq çəkmək lazımdır. Obyektin, mənzilin öz saytı var. Hər gün axşam görülən işlər videosu çəkilir, fotosu çəkilir, yüklənilir orada. Bütün ustalar nəzarət edə bilir ki, məsələn mənim növbəm gəlir ya yox. Ev sahibi də oradan baxa bilir ki, nə proseslər gedir. Yəni çox Amma mənim daha maraqlı bir Kriminal təklifim var mənzildə. da. Mənim daha maraqlı bir təklifim var. Bu proyekti elə özümüz eləyirik. Saytımızda ehtiyac yoxdur. Çəkirik bütün başdan ayağa hamısını. Paylaşırıq vlog. gərək bunu istəyən bir adam olsun. Məsələ orası. Ha. Və adam daxil olur, hər həftə vlogu izləyir. Ha. Baxır ki, evinin içərisində nələr yedir. Yəni bu indi düşündüyü kimi fikirləşdiyi ki, bugünkü həvəslə yanaşırsa bu işə, bu məsələ orada həll eləmək olar. Oyda bu həvəs məsələsi çox doğrudan ən vacib məsələdir ya. Yanaşma məsələsi. Yox, bilirsən nədir problem? Çox vaxt bu müştərilərdə də olur, plus bizim özümüzdə də olur da. Nəyəsə həmin vaxtı həvəslə yanaşırsan. Biz necə oldu ki, verilişimizin adını bilmirik. Biz ona görə tap çəkməyə başladıq ki, o həvəs ölməsin də. Amma müştəri var, bir də görsən gəlir, o bir gün danışır. Sabahlar ortada işini yox. Nəyə görə belə olur? Necə olur bunun fikri dəyişir? Barıtı azdır. Böyle bir müşavirlerdi ki. Yox, orada sumo söhbət oynayırlar, rol oynayırlar. Yok oynuyor. Mesela xasiyyət də var da. Ümumiyyətlə hamı tələsir. Nəinki o sahədə. Bütün sahələrdə insanlar Azərbaycanda çox tələsirlər. Bizim kimi mesela Hamının da işi o cünə o belə yanaşan ustalar, üst-üstə o belə zəncirvari evet, belə bizim kimi də işə yanaşan ustalar O özlüyündə sən nə fikirləşir? Bunlar mənə 15 gün deyiblərsə, indi tanımır da sən. Fikirləşir ki, bu gün ola bilər uzanar da, ona görə 5 dənə ustanı saldı bir-birinə. Aləm dəyər bir-birinə. Elə bilirlər ki, qabaq. Hə. Yəni onda Hələ bir tələsməyə baxın. ha, çox səliqəsiz olur. Onda okey dinən kimdən kimi bıraxa olar, kimdən olmaz. dizaynerdən sonra layihə dəqiqləşəndən sonra malyar girməlidir. Ən birinci Ən maliyyə. birinci. Bütün divarlar 90 Güzel. dərəcə. Qayda budur. Bütün tim bucaqlar hamısı düzgün şəkildə Tamamlar işlənməlidir. suvanmalıdır. Ondan sonra elektrikə və santexnika başlanır. Daha yaxşı olar ki, elektrik girsin. İndi santexnik gəlir müvəqqəti su, nə bilim, unitaz, belə şərait yüngül qurur. Sonra elektrik işıqlanma verməli. Çünki hamıya elektrikli alət lazımdır. Nə bilim, elə otaqlar var ki, pəncərəsi yoxdur, qaranlıqdır. İşıqları Batareya ilə var. Bax, deyirlər ki, nə bilim, su vaxtdan qabaq elektrikanı çəkməkdə. Bir də o haqda danışdı. Düzgün deyil. Layihə dizayn varsa heç düzgün deyil ki, çünki ölçülər baxımından o qutuların montajı, yəni həm malyar üçün ən birinci malyar üçün problemdir. Sağlam, düzgün iş görmək üçün. Hə, kabellər oradan çıxır. Çıxıntı, hə, çox narahatçılıq və səliqəsiz bir, keyfiyyətsiz bir iş çıxır ortaya. İndi düzgün yanaşma budur ki, ümumiyyətlə harda elektrik avadanlıqları beləcə toçkası deyək də, görünürsə onunla paralel 90 dərəcə kabel düşməlidir tər ortasına. Gələcəkdə ev yəsi, nəsə dəyişiklik eləmək istəsə, və ya da nəsə divarı montaj eləmək istəsə,
o xəbərdar olsun ki, buradan kabel keçir. Bütün tin bucaqlar düzəlir ondan sonra. Həm də ki, ən birincidə ölçü baxımından. Sulaq divarda və yaxud da kərpic divarda o ölçüləri Timboli layihə dizayn varsa, olmasa da belə, Çox dəqiqliyə onun da ağarmağı Yox, o şey olmalıdır da. Boş divara, birinci müayinlər boş divara işləyir. Bax bir dənə də sənin şeyin mənim başıma gəlib də işləyən vaxtda. Məsələn, suvaqdan qabaq atmısan, gəlib də suvağı vurublar. Sən görmüsən kabelləri. Biri gəldi, nə mismar tip paltar asılmış, şap getdi. Amma sən o suvaqdan və ya ağdağı nə vurulursa divardan, ondan sonra kəsib çapanda, yəni aboya qədər onun yeri bilinir də, düzdür? Adam bilir ki, buradan xətt keçir, buradan kəsmək olmaz və s. Ölçülərini tuta bilmir. Bunun işi 2 dəfə azalır. Bir dəfə gəl kabel atır, sonra gəl karobka qoyur. Özü karobkanı da çapanda həmin yer. Bax bütün o suvaqdan qabaq işləyən elektriklərin əksəriyyətində o problem olur. Məndə xeyli olur. Onu çapırsan ki, ora qutu qoyasan, tarat düşürsən kabelə. Düşürsən, kəsirsən. Hə. Amma belə gəlirsən, kəsdin, qutularını montaj elədin, hamısını bəlkə deyil. biz sağlam düzgün iş prosesindən danışırıq. Sonra nə etməliyik onlar? İkinci tərəf, layihə dizaynı olmayan müştəri də onu təklif edirik ki, bu özü üstünə daxil edir ki, qara divardansa ağ divarda daha insan qərarlaşa bilir. O formatı, o evi, o mebilovkanı beləsə yerləşməni ağ divarda daha rahat görə bilir. Vizuallaşır da. Hə, amma qara divarda o çətinlik çəkir, boğur adam. Məsələn üçün layihə dizaynı olmayanda təklif edirəm və bəyənirlər. Ki, hə, düzdür və dəfələrlə də eşitmişəm ki, sağ ol ki, məsləhət verdin. Bu prosesi elədik. Amma təkid edirlər ki, yox, qara suvaqda işləməlisən. Demişəm ki, mən ümumiyyətlə iş görmürəm o divarda. Həm özümüzün iş disiplini verir. Həm öz belə şey, Kaprizlər var. hə, nastroyenimiz olsun. Ağ divar daha səliqəli olur. Nəri? Daha təmiz olur. Bilmirəm, rastlaşmısınız yoxsa yox belə müştəri ilə. Bir aralar ümumiyyətlə belə adamlar çox idi. Hələ dizayn sahəsi təzə-təzə belə deyim də dəvə minirdi. Adamlar özləri ilə. Mən özüm 96-cı ildən. Sonra başqa nə məlumat? 2005-dən sonralarda gəldi çıxdı da dizayn sahəsi. Yəni Azərbaycanda yox. Hardasa Mən o vaxtları 2005-də olmasa bir, yəni 2005, 6, 7. Mən o vaxtda o sahədə işləyirdim, məcbur proçu. hansı sahədə? Hə, bu tikinti. Arkikad zat, nə bilim, dizayn, layihə, landşaft zat. Yəni bütün prosesləri keçmişəm mən burada. Bu sənətdə 30 Hə, çox şeylər düzmüşəm. Gəl girir ki, yəni mən özüm dizayn edəcəm səhərini və kolxoz bir dənə bir şey çıxardır ortaya. Yox, biz onun texnik tərəfinə baxırıq. Yəni sən bilsən ki, dizayn belə bir şeydir ki, yəni sən bugün bunu belə görürsən, yəni onu sən real görməlisən. Sən əgər dizayn edirsən, məsələn mən işləmişəm o sahədə necə, mənə deyirdilər, mən onu eləyirdim. Məndə o yoxdur görmək, başa düşürsən. Məsəl üçün dostlarımız var, biri santexnikdir, o da kafirçidir, dostluq eləyirlər. Kafirçik gəlir o santexnikin işin üstünə, deyir ki, bir dənə buna baxın. Hər şey nəzərə alıbdır adamda, rahat. Yəni peşəkar adamlar, yəni özündən sonra da düşünür, qabağı da düşünür. Yəni o fikirləşir ki, mən gələcəm buraya, nəsə pircelka eləyəcəm, neyətən adı bir dəfəlik düzgün eləyir, çıxır gedir. Yəni hər tərəfli, indi orada məsuliyyət var, indi məsuliyyətli ustanın qiyməti baha olur, yaxşı məhsulun qiyməti baha olur, amma o elə-belə deyil. O elə-belə deyil. Müştəridə fikir odur ki, elektrik gəlir bir dənə kabel atır, santexnikdə turba çəkir. Fikir o. Bu xalqın sanki bir-birinə yanaşması belə. Biz də bu Hərə sahədə öz sahəsinə, məsəl üçün də tutaq ki, videoqrafi götürək də, başqa bir sahədə, yəni bu tikində heç bir aidiyyatı yox. Yəni adamların beynində belə bir şey formalaşır ki, nə deyir, bir dənə kameranı götürdün, nəvi gəldin, videonu çəkdin, çox, sağ ol. Videoda hazır montaj da olunacaq, nə. Amma bu adam bu qədər pul verib kamera alıb, plus kadrları o görə bilir, sən görə bilmirsən. Yəni hamı görə bilmir də. O bunu sənətkardır, öyrənir məsəl üçün bunun üstündə iş görür filan. Çox qəribə, niyə ümumiyyətlə belə yanaşır insanlar? Nədən irəli gəlir? Çox dəyərli bir söhbət. Mənə gəl. Amma bir-birinin əziyyətinə, zəhmətinə, nə bilim, Hörmət elə. hörmət eləmək. Mütləq hörmət elə. Yəni ki, əgər bu videoqrafdan söhbət edir, bu yəni bu qədər asan olsaydı hamı çəkərdi, videoqraf nəyə lazımdır ki? Hə də. Çok Onu tak qabaqca iyiyiz. adam görür ya onu. Əlbəttə O ki. çəkilişi Nə? birinci görürsən. Vstupleniyemiz var idi. Mən onu evdə axşam bir 20 dəfə baxdım.
Ləzzət elədim. Ben hamıya da göstərdim bu vaxtda. Kino çəkmişik. Sen pis koymuşsan içine. Tanımadığım santexnik olsa onunla bir işlem. Biz niyə görə bir yerdə bir-birimizi başa düşürük və bir moment də işləyə bilirik. Hocam monopoli yaratmış. Boruları çıxardı. Ondan sonra hansınız təmirə köçənə yaxın gəldi kombinasiyalar. Biz elə eləmirik. Biz kombinasiyalıq, bütün turbaları onları gətiririk. Onda həm ideal nə olur? Hamısı öz yerində olur da. Həm də ki, sabah sənə misal üçün deyək ki də müəyyən işləri görmək üçün evdə istilik lazımdır. Aboy vurmaq üçün, rəng işi, malyar zadı, onlar hamısı istilik tələb edir. Heç olmasa evdə 20 dərəcə olsun. Bayırda qar yağırsa, ya plus 5-dirsə, içəridə də maksimum plus 10 olacaq. O temperaturda sən nə laminat vura bilərsən, nə parket vura bilərsən, heç nə vura bilməsən. Çünki o material otaq temperaturunda vurulmalıdır. Çünki temperatur aşağı olduqca yığılır, temperatur yuxarı olduqca genişlənir də. Onu konkret temperaturda, məsələn, parketi gətirirlər, qoyurlar, bir neçə gün qalır. Otağın temperaturu uyğunlaşır, ondan sonra istifadə olunur. Əks halda deformasiya olur. İndi bir sual verin də, nə məsləhət görürsünüz? Ümumiyyətlə şirkətlərlə işləmək, yoxsa birbaşa elə ustalarla özlərinə işləmək? Açığı deyim ki, çox yaralı mövzudur. Bu sahədə işləyən dostlarımız da var. Şirkət, ya deyək ki, dizaynerdir, komanda ilə, məsəl üçün, deyək ki, nə bilim, kvadratı müəyyən bir məbləğə işləyirlər, təmirdə təklif elə 300-500 mindən. Yəni, açığın deyim ki, hələ görməmişəm ki, belə girəsən deyəsən ki, Allah. Yox, wow söhbəti ümumiyyətlə Azərbaycanda retki söhbətdir. Belə girəsən deyəsən ki, hər şey wowdur. Yaxşı ola bilər. Amma hamısı bir yerdə, indi bir dənə bizim var. Bildin də Belvedere. Adını çəkməyi burada, bəlkə xoşuna gəlməz. Yox, reklam deyil, ev sahibidir. Ev sahibi özü konkret şeydir, yəni adam manyakdır da, hər şeyin çox ki da, özü. Yəni mən təsəvvür biz borunu çəkmişik, üst hissəsini adam özü quraşdır. Deyirsən məndən yaxşı elə bilməz. Başa üstünə, yəni özü deyil, biznesmendir. Deyir, mənə süvək gəlir, qeyrəm. Əlcələr giyinirəm, otururam, oynayıram. Perforator çox istifadə edilir. Yamal əlində fırladı. Maralı gəldi. Bizə nə maralı gəldi? Nəsə başqa cürdür sanki. Yəni standart bildiyim perforatorlardan fərqlidir. Bir dənə söhbət elə o vaxtda. Bunun haqqında mən bilmirəm amma bunu bilənə sual verirəm. Klaksona oxşayır. Doğru. Bu nəsə özü ağzı da fərqlidir bunun da nəsə. Burada deməli, belə göstərəyən, hamı görsün. Stroyni daxilində Stroyni yox, quraşdırılmış. Mışlardan restoranı var. Plisos üzərindədir. Yəni əlavə cihaza ehtiyac yoxdur burada. Belə bir şey göstərirsə, deməli bunun filtri HEPA filtr sayılır. Yəni 99%-ə qədər olan, havada olan, yəni 5-dən vaxtda bütün tozları öz daxilinə götürür. Bu onda elə çıxır ki, yəni divarı deşdin rahat. Divarı əsasən tavanı. Bəli, tavanı işləyəndə, yəni o toz oradan gəlir, buradakı boru ilə gedir və birbaşa bunun öz qabına. Burada əlavələrdən danışaq, tutacağından. Bəli, burada daha rahat yuxarıda tutanda, yəni bir əldə qalmasın deyə və yaxud da tutulmasın deyə oynamasın, həm də ki burada. Mən də onu çiyni və zadı o nəsildir. Yox, burada bunu çıxarda da bilərsiniz və bir böyük üstünlüklərdən biri ki, burada bu səslə izahlayacağım. Sol əllə işləyən, sağ əllə işləyən sol axar, bəli. Yəni burada üstə gəl, ABS sistemidir, titrəmənin qarşısını alır, vibrasiyanın və nə olurdu? Səs nə? Ət sümükdən alır. Ət sümükdən ayrılır. Doğru mu? çox işləyir. Lülə. Yarısında onda. Bir qadın orada. Lülə. Üstə gəl, burada 16 santimetrə qədər sırılan taxmaq imkanı var. Yəni bəzən olur ki, ola bilər ki, bunu alarlar. Yer sırılı, daha uzun sırılı alanda, yəni ondan o tozu yığar. Konkret bir ölçü. Effektdən görməkdən ötürü, yəni düzgün seçimdə olmalıdır. Kerovka bu işlər. İşləmə prinsipindən birini də göstərim ki, misal dayandı.
filtrajı sirkələyir orada ki, yəni orada tutulmalar olmasın deyə. Bu demək həmin Çırpır vaxtda onu. işlədiyi işi ora çırpır da belə. Bəli, o işləyirsiz cəmlədir. Onun sadəcə dayanandan sonra çox funksiya başlayır. Mən də bu Yəni səslər işlə- var, elə bilirəm ki, bu özünüz nəsə belə. Bəli. Məsəl üçün bir də ki, LED işıqlandırılma ilə уже təchiz olunub, yəni işıqlar söndü. Rahat qaranlıqda. Qardaşımız Rahim işləyibsə sönür. bir də sürüşəndə burada atlık var. Aha. Su dayan. Yəni əl burada. Əli burxulmağı qoymur. Bəli. Yəni Yəni olur belə problemlər. Mən şəxsən bu onun yaxşı. почему-то мне непонятно belə əlcə yarımçı. Mən də işim. Bu nə üçün yaxşıdır ki, hiss etmədən məsəl üçün o Onu bir sana sən giyinə bilərsən maaş günü. Bunu hiss edirsən sayanda. Bunları brand bu. Doğrudan belə hətta. Mən ümumiyyətlə nanəli konfet zad başa düşürəm. Что там пыльник? Alır. Как пыльник? Oy, soydu. Bak diyorsan Söyle. tozum burada. Doğrudan söyle. Yani. Çok sağ ol Eşer. Teşekkürler Eşer. Süper. Bravo. Eşer. Şey, Snoop Dogg elinde. Hə. Əgər yerdən isitmə olacaqsa, yəni kabeli yerə salmasın və əgər bu mümkün deyilsə minimum yerə salsın. Kabel belə şeydir ki, onu belə apara bilərsən də, kanalizasiyanı belə apara bilməzsən. O konkret, o fizikadır. Başa düşürsən, bu şeyləri yəni nəzərə almalıdır. Elektrik birinci girsə daha yaxşı olar. Ben de bayağı düşünürüm ki fikirde. Po-любому da çay qoymalısan, alətləri şarja qoymalısan, ya elektrik alətlər lazımdır, işıq lazımdır, sənə lazımdır. Hə. Deyir ki, məsəl üçün elektrik idi, gəl bir dənə alçıpanı da tez yola verək, sonra santexnik girək, o da məsləhətdir. Niyə görə? Çünki isidilən döşəməyə səşka töküləndə onun istər-istəməz su vaxtda yəni buxarlanır, alçıpanı zədələyə bilər, əyilə bilər. Plus o necə bilər ki, misal üçün mebel işıq. İndi modda heç kəs mebel demək olar ki, almır, hamı istəyir bir dəfəlik patoloqa qədər boy. Yox, mebel işıq o sonra şey deyil də, alçıpana qədər qoyur da mebelə. Alçıpan işıq gərək onu tutsun abi. O mərhələdə olsun mebel kim olacaqsa, kimlə iş görəcəksə, hansı bir şirkətlə müqaviləsi varsa müştərinin, o iştirak eləməlidir alçıpan mərhələsində. Hə, mən də onu olan işlər sizdə bir-birinə. Ustayla tanış olmalıdır, gedən yerlərə ölçüləri, mebelin ölçülərinin alçıpan ustasına təqdim edir. Bir sözlə təmir başdan ayağa zəncirvaridir. Bəli, Yəni hamısını bəli, bilib bir bəli. getməlidir. Düzgün forma. Mən bilən müvəqqəti unitaz da qoyuram. Başlamamışdan əvvəl bir müqavilə göndəririk müştəriyə, orada da qeyd edilir. Təmizliyi mütləqdir, hə? Təbii ki, təbii ki. Hər bir Gözəl. şey istifadə Əlüzyan, unitaz, yəni ki, nə bilim, usta da şey. Məsəlində yəni O bir evə girəndə köçür o evə. Hə, əməli başda keçir. Görmüsünüz onu şeydən? nə? Adam Real şaplaşma var. şapına aparır o. balda, Hər şey. qarşılığında var. Parça. Mobil qardırobu sənə. Əslində elə də o. Çox ləzzətli. Yoxsa bəziləri o taxta vururlar divara, sekiləri mismarlamar. Ən güclü o taxtdan Adam görünən balıqlar o oldular görür. Onda O qəşəng söz. Onlara komanda niyə yığmırsınız ki? Məsəl üçün Komanda girəndə var. bir ikinizi başa düşürsünüz. komanda var. Fərqli yanaşmalar var yəni. Məsələn, bir müştəri mənim danışır. Bunu idarə edən bir şəxs olmalıdır. Evet. Başa düşürsən, mən öz işimdə, Rahim öz işində bunu idarə edən bir şəxs olmalıdır. Axırda bir dənə heç bir dizayn səhifəsində demək olar ki, mən bildiklərimdə heç birində alt işi, alt yaxı türklər demişkən yoxdur Instagramda. Hamıda aboydur. Aboy mən də vuraram da. Gəlin bura bir dənə aboy vuram. Bantik. Desinlər ki, bu lüks remontlu bir yerdir. Mən başa düşmürdüm də Nəyini konsepti. inirsiniz? Mən baxırdım ki, nə bilim, orada qonqa var, orada iştirakçı var. Hər divizdə varsınız, amma ki... Ay sağ ol. Məsələ orasıdır ki, hər divizdə var. Hər şey dizayndan tutmuş istehsalata qədər. Yəni indi istehsalatımızı genişləndirmək. Məqsəd əslində odur. Nə Yəni, istəsələr? Dekorativ əşyaların istehsalını davam eləməkdir. Amma ümumi olaraq bir çox şeylərdir. Yəni bu işi görməklə bərabər bir çox işləri Təmir üçün nə edə bilərsiniz? Təmir üçün nə edə bilərik? Təmir üçün ürəyindən istəsə edə bilərik. Çünki bizim professional Baku kimi, RH Electrics kimi, Milwaukee kimi biz məsələn taxta ilə məşğul oluruq deyə, yəni istehsalat taxta ilə məşğul olur deyə mebellə bağlı çox işlər görmək olur və həmçinin dekorasiya tərəfləri. Kartinalarından tutulmuş, orada hansısa bir istifadə olunan
belə deyim də müəyyən Dekor qədər hissələri. işıqlandırmaya qədər gəlib çıxmaq olar. Of bir lüstrunu, lüstr deməyim nə, Təkcə işıqlandırma mənzildən gedir söhbət. Təkcə mənzildən getmir. Ofis Hə, ola bilər, nə bilim. oturacaq ola bilər. Garaj, maraqlı. ofis, nə bilim. Bir də oturdum boss. Bizim startup belə başladı bu boskalardan. İlk dəfə elə-belə prosta düzəltdi. Elə bala. Bizdə var o başqalarında. Bir dənə buna, bir dənə buna. Bunlar bizə nə etməlilər? Bir dənə beləsinə ayrıcan verməlilər bizə qarajda. Değişən. Yanda da bir dənə balaca hamamda. Elə yaxşı ustanın da bu tərəfi də yaxşı olmalıdır. Yəni hansı ki öz işi haqqında ətraflı məlumat bölüşə bilir də. Bu çox vacib bir şeydir. Satış hər bir sahədə olmalıdır. Hər bir sahədə. Düzdürmü? Əlbəttə. Yəni hər bir xidmət üzrə fərqi yoxdur. Yəni Şu mən də o aşağı qiymətdən başlamışam əslində. Yavaş. işini gücləndirə Amma işində inkişaf elətdirirsən ki, qiymət artımır. Bir də var sən inkişaf verirsən amma satış verə bilmirsən. İndi uşaqlar deyək ki, yəni gənclər deyək. hə də gənclər deyək də, gənclər. Peşəni elə belə yox, dərində və professional dərəcəsində öyrənsinlər. Niyə görə peşə? Ustalığa Bəlkə adam biznesmen olmaq istəyir. Yox, bəlkə- yəni bu misal üçün belə Ömrünü çayxanada Hamı keçirmək olmaq istəyir. Hə? Amma həqiqət nədir? Məsələ orasına baxmaq lazım. Sonra belə bir şey var, nə bilim deyirlər ki, yaxşı şeylər Sovet vaxtında idi, keyfiyyət. Yalan söhbətdir. Bir dənə də keyfiyyətli şey olmur. Qoyun belə danışmaq Ha. verir. Bu bizim qonağımız. Qoyun belə danışmaq verir. Maşallah. Güzel de sağlam. Aynı yerdə buralar. Bir dənəsi. Gəlin məzmunu növbəti verilişdə təhlükəsizlik tərəfinə yönlənək. Ümumiyyətcə evdə təhlükəsizlik baxımından təmirdən günü bugünkü yəni yaşayış zamanına qədər nələrə təhlükəsizlik? Məncə bu çox əla bir mövzu olacaq. Və vacib. Hal-hazırda. Ona da bir hansı bir izləyiciyə də bir maraqlı gələr. Mən onu- Ola bilər. Ola bilər. Yazsınlar oradakı nə mövzu olsun. Gəlin belə deyək. Yox, mövzu yox. Təhlükəsizliklə bağlı hər hansı bir Sual. sualı yarana bilər. Mövzu da yaza bilər. Mövzu da əlbəttə ki, mövzu da. Kanalımıza abunə olmayı unutmayın. Videonu bəyənin. Şərh bölümündə də öz fikirlərinizi bölüşməyi unutmayın. Növbəti dəfə görüşənə. Sağ ol. Sağ olun.